Xarici valyutada aparılan əməliyyatlar zamanı məzənnə dəyişikliyi nəticəsində yaranan gəlir və xərclər məzənnə fərqləri adlanır. Bu fərqlər sahibkarlıq subyektlərinin maliyyə nəticələrinə birbaşa təsir göstərdiyi üçün onların düzgün uçotu və təhlili olduqca vacibdir. Məzənnə fərqləri əsasən xarici valyutada olan debitor və kreditor borcların ödənilməsi zamanı, yaxud dövr sonunu hesabat məqsədi ilə həmin öhdəlik və aktivlərin yenidən qiymətləndirilməsi zamanı ortaya çıxır. Bu cür fərqlər hesabat dövründə ümumi maliyyə nəticələrinə təsir edən vacib göstəricilərdən biridir. Mühasibat uçotunda bu fərqlər məzənnə fərqi subhesabında qeyd olunur və hesabat dövrünün sonunda mənfəət və zərər hesabına köçürülür. Müsbət fərq gəlir kimi, mənfi fərq isə xərc kimi tanınır. Beləliklə, məzənnə fərqlərinin düzgün izlənməsi və qeydiyyatı, həm də maliyyə hesabatlarının şəffaflığı və vergi öhdəliklərinin düzgün müəyyən olunması baxımından böyük əhəmiyyət daşıyır.